Qalxana bənzər vəzdə düyün aşkarlandı. Bu düyün biyopsiya olunmalıdırmı? Klinik praktikada bu sualla demək olar ki, hər gün rastlaşırıq. Tiroidin ultrasəs müayinəsi zamanı aşkar olunan düyünlər hər zaman biyopsiya göstəriş deyildir. Tiroid düyünləri 90-95% hallarda xoş xassəli, 5-10% halda bəd xassəli olma ehtimalı vardır. Tiroid düyünlərinin biyopsiya qərarını verərkən bizim üçün burada iki sual önəmlidir. Bir, düyünün ölçüsü, 2 və daha vacib olanı düyünün tərkibi. Hansı düyünlər biyopsiya üçün göstərişdir? Əgər düyünün kənarı nahamardısa, düyündə mərkəzi qanlanma, yəni santral qanlanması varsa və düyündə xırda kalsifik ocaqlar, yəni mikrokalsinatları varsa, bu düyünlər biyopsiya üçün göstərişdir. Tiroid biyopsiyası düyünün tərkibini, yəni düyünün xoş xassəlimi, bəd xassəlimi olduğunu aşkarlamaqdan ötürü istifadə etdiyimiz histoloji müayinə üsuludur və bu bizim tiroid düyünlərində qızıl standartımızdır. Tiroid biyopsiya qərarını tək düyünün ölçüsü yox, düyünün ultrasəs görüntüsü və risk faktorları müəyyən edir. Unutmayın, tiroid müayinəsi zamanı aşkarlanan tiroid düyünləri qorxu deyil, düzgün qiymətləndirmə tələb edir.